Azərbaycan və Avropa İttifaqı münasibətləri hazırda strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Bakı səfəri, prezident İlham Əliyev ilə keçirilən görüşlər və verilən mesajlar bunun növbəti nümunəsi hesab oluna bilər. Bakı-Brüssel xəttində baş verənlər münasibətlərin dönüş nöqtəsinə çatdığı və yeni mərhələnin başlanğıcıdır. Daha öncə Avropa İttifaqı rəhbərliyində təmsil olunanların, xüsusilə xarici siyasət üzrə keçmiş komissar Josep Borrellin timsalında lobbi maraqlarına xidmət etməsi Bakı ilə münasibətlərdə Brüsseldən qaynaqlanan problemlər yaratmışdı. Halbuki Azərbaycan Avropanın enerji təhlükəsizliyini etibarlı tərəfdaşdır və Bakı ilə münasibətlərin pisləşməsi Brüssel üçün təkcə Cənubi Qafqazda mövqelərinin zəifləməsi yox, həm də öz təhlükəsizliyinin risk altına düşməsi demək idi. Avropa İttifaqı rəhbərliyində dəyişikliklərdən sonra Azərbaycana qarşı qərəzli münasibət böyük ölçüdə arxa plana keçdi və münasibətlər sağlam yanaşma əsasında quruldu. Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa'nın Bakıya səfərindən sonra Avropa Komissiyasının sədri Ursula von der Leyen'in gəlişi bu yanaşmanın nəticəsi hesab oluna bilər. Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ursula von der Leyen'in Bakıda verdiyi mesajlar da bu yöndə idi. Avropa Komissiyasının sədri Azərbaycanı etibarlı strateji tərəfdaş adlandırdı. Prezident İlham Əliyevin liderliyini də xüsusilə vurğuladı. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və regional liderliyinin Brüsseldə qəbul edilməsi deməkdir və heç də təsadüfi deyil. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olduğunu əməli fəaliyyəti ilə təsdiq edib. Bakı-Brüssel xəttində enerji üzrə tərəfdaşlıq təkcə ticarətdən ibarət deyil. Bu, çətin vəziyyətlərdə Avropanın təminatı deməkdir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Brüssel ciddi enerji böhranı ilə üzləşdi və məhz Bakının dəstəyi ilə bu vəziyyətdən çıxa bildi. Azərbaycan Avropa İttifaqının köməyi istəyinə cavab olaraq qısa müddətdə qaz ixracını 65% artırdı. Azərbaycan-Avropa İttifaqı münasibətləri təkcə enerji sektorunu yox, geniş iqtisadi-siyasi istiqamətləri özündə birləşdirir. Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 70%-nin Azərbaycanın payına düşməsi də bunu təsdiq edən faktorlardandır. Bununla yanaşı Azərbaycanın Asiyanın nəqliyyat şəbəkəsində qovşaq rolunu oynaması Avropa İttifaqına logistik imkanlar qazandırır. Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün Mərkəzi Asiya regionu ilə əlaqələr, eləcə də yeni karbohidrogen mənbələrinə çıxış üçün strateji əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərdə yeni istiqamətlərdən biri də yaşıl enerji sektorudur. Azərbaycanın zəngin potensialı, xüsusilə azad olunmuş ərazilərdəki ehtiyatlar Avropa İttifaqının diqqət mərkəzindədir. Ursula von der Leyen'in verdiyi mesajlar Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq istiqamətlərini genişləndirmək niyyətindən xəbər verir. Avropa İttifaqı Qlobal Qapılar Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qran şəkildə sərmayə yatıracaq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrdən Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Brüssel Avropa İttifaqı Azərbaycan bağlantı və tərəfdaşlığının başlanılmasını təklif edir. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə yüksək səviyyəli bağlantı diyaloqu ilə sıx bağlıdır. Bakıda regional bağlantı sərmayə konferansının təşkil edilməsi təklifi də var. Bununla yanaşı Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinin inkişafına 20 milyon avro vəsait ayırmaq niyyətindədir. Prezident İlham Əliyev də çıxışında Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verdiyimizi və bunun daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bəyan etdi. Azərbaycan hazırda dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bir tərəfdə ABŞ-la strateji tərəfdaşlıq, digər tərəfdə Çinlə hərtərəfli tərəfdaşlıq münasibətləri mövcuddur. Qlobal mərkəzlərdən biri olan Avropa İttifaqı ilə münasibətlər də strateji xarakter daşıyır. Ursula von der Leyen'in Bakı səfəri bu kontekstdə qiymətləndirilə bilər. Siyasi şərhçi Asif Nərimanlı.